Salam, xoş gördük hörmətli izləyicilər. Metro Neftçilərdə Xəzər Universitetinin yanından 17-ci mərtəbəli Novostroyka yeni tikili binanın 17-ci mərtəbəsindən bax sizə ev göstərəcəm. Geniş plaşatkası var. Maşın saxlamağa yer. Evimizin çöl görünüşünü çəkdik. Binanın çöl görünüşünü. İndi evin içərisini inşallah çəkib göstərəcəm. 1-2 düzəlmədi, 67 kvadrat. Bax, çöl qapısı. Girdin, sıra sağda saunzeldir. Hamam tarif bir yerdədir. Yaxşı təmirdir. Hər bir şey quraşdırılır. Təmirdən təzə çıxıbdır ev. Ev təmirdən təzə. Bir otaq, qanuni bir otaqdır, amma 2 otağa düzəlib. Çox ideal düzəlmədi. Bax, bir yataq otağıdır, görürsünüz, bax. Genişliyi də normal genişliyi var. Yəni, mebeli də qoya bilərsən, yataq, kravatdır, mebeldir, hamısını rahatçılıqla yerləşdirmək olar. Əlavə pəncərəsi də var. Bax, çölə pəncərəsi də açılır. Bəzən düzəldirlər bir otaq. Pəncərə olmur da, yəni pəncərəni evin proyektinə uyğun olaraq elə evin içinə də qoyurlar, ya pəncərə qoymurlar. Amma burada gördünüz pəncərə qoyulur. Yəni havalanması 2 otaq kimidir, eyni 2 otaqdır. Polumuz isti poldur, burğurun, bütün ev isti poldur. Bütün ev isti poldur, zal da, yataq otağı da, kuxuna da. Burada zal geniş pəncərə qoyulub, şüşə pəncərədir, çölə baxır. Zal studiya tiplidir, amma biraz da fərqlidir də, istəsən, yəni belə bağlamaq da olur kuxuna ilə aranı. Bax, görsədim, bax, istəsən belə bağla heç, bağlandı. Burada belə bir qəşəng şey yığılıb kuxunuya. İstəsən də belə açıq saxlaya bilərsən. Kuxuna belə quraşdırılıb, görürsünüz yəni. Hər bir şey qaydasındadır. Evin qiymətini şərhlərdə deyəcəm. Təmirdən təzə çıxıb, 17 mərtəbəli yeni tikil binanın 17-ci mərtəbəsidir. Sənəd müqavilədir. Neftçilərdə Xəzər Universitetinin yanındadır. Yer olaraq da tam mərkəzi yerdir, bax. Bu da kombi. Düzəldib, belə qəşəng, çox maraqlı bir şey düzəldib. Allah xeyir versin. Baxmaq istəyən inşallah bir saat qabaqçıdan xəbərdarlıq eləsin, göstərə bilər. Xeyirli olsun. Qiyməti də şərhlərdə deyəcəm.